Yəqin ki, burada yenə deyirəm, aidiyyatı orqanlarımız nəzərə alırlar, öz köməkdarlıqlarını edirlər. Bax, binanın kör örtüyündən mən bir balaca göstərəcəm ki, yəni bina ki, burada yaşayış artıq tükənibdir. Yəni burada əlavə məcburi köçkünlər var idi ki, indi onlar köçüb gediblər. Mehpara xanım belə imkansızlıqla tək qalıbdır burada. Burada çox uzun qaçqınlar o vaxtı bura gələndə burada çox belə yaşamışlar qaçqınlar. Ancaq bu günləri hamısı köçüb gediblər. Yaşayış sahəsi belə heç təsərrüfatı yox. Burada heç bir işlə məşğul deyil. Bu binada qalıblar çox baxımsız vəziyyətdə. Xahiş edib bunların bu vəziyyətini nəzərə alaraq bunların Bərdə daxilində, Bərdə ərazisində hər hansı birinci başlı binada, dövlət binasında yaşayış sahəsi verilməsinə öz köməkdarlığımızı əsirgəməyin. Üzümüz Göycəssə Yerdəstə Göydəllağıdır. Xahiş edirik, nəzər alasınız. Çox sağ olun. Baxın, yağış yağanda burada çox pisdir, vəziyyət hədsiz dərəcədə pisdir. Bura heç maşın da gəlmir. Yaşayış da yoxdur, heç bir çox bərbadçılıqdır. Bir də dövlətin ən birinci məsələ yaşayış sahəsidir. Bir daha mən bunların sənədlərini göstərirəm. Baxın, bu hamısı zülümlə yazıq köməkdarlıq eləmişik. Mehpara xanımın öz vəsiqəsi, Azərbaycan vəsiqəsinin Gülbalı ilə Allah köməkləri alsın, aldıq. Onun qızıdır. Sənan xanım vəsiqəsi, bax balaca Yağmur nəvəsinin vəsiqəsidir. Oğlunun doğum şəhadətnaməsidir. Qızının ölüm şəhadətnaməsidir ki, baxın, insan nə qədər rəhmətə gedən qızının və yeznəsinin himayəyə götürdüyü övladının ömrün doğum şəhadətnaməsidir. Rəhmətə gedən yeznəsinin Əliyev Bezdənizin ölüm haqqındakı arayışıdır ki, ağır xəstəliklərdən əziyyət çəkmişdir. Bu da görürsünüz, bax, bu balaca Yağmur. Hətta indi son vaxtlar göz xəstəliyinə, gözünə, yəni bu narahatdır. Yəni bunların hamısının səbəbkarı mümkün də bax, bu yaşayış sahəsində bunların bu vəziyyətdə, bu nəmişlikdə, soyuqda, betonda qalmasıdır. Ona görə də öz dedik ki, biz də qoşuluruq və hamımızdan köməkdarlıq istəyirik. Çox sağ olun, minnətdaram, təşəkkür ederim. Çox sağ olun.